Yəqin ki, el arasında tez-tez işlədilən qılınc müsəlmanı ifadəsini eşitmisiniz. Kimsə hansısa işi könüllü yox, zor gücü ilə edəndə böyüklərimiz bu ifadəni işlədərdi. Qılınc müsəlmanı. Bəs ümumiyyətlə qılınc müsəlmanı ifadəsi hansı tarixi zərurətdən və ya məcburiyyətdən doğdu? Necə oldu ki, vaxtilə at belində qılınc oynadan, dövlət idarəçiliyində və döyüş meydanlarında kişilərlə çiyin-çiyinə dayanan qoçaq türk qadını zamanla öz azadlığını ərəb adət-ənənələrinin simvolu olan qara çarşafın içində itirdi? Babək Xürrəmi əslində kimə və nəyə qarşı vuruşurdu? Və nəhayət, Mirzə Fətəli Axundov kimi dahi mütəfəkkirlər bu tarixi qırılma nöqtəsini, ərəb işğalının gətirdiyi itkiləri necə şərh edirdilər? Quranın ayələrinə diqqət yetirdikdə onun ilk növbədə lokal bir auditoriya üçün nəzərdə tutulduğunu görmək çətin deyil. Məsələn, Əz-Züxruf surəsinin 3-cü ayəsində yazılan "Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasız" cümləsi bu müraciətin coğrafi və dil hüdudlarını bəri başdan cızmışdı. Cənnət təsvirlərindəki kölgəliklər, sərinkeş çeşmələr, xurma və üzüm bağları məhz qızmar səhranın ortasında susuzluqdan və istidən qovrulan ərəb bədəvisinin ən böyük arzularının inikası idi. Hətta Peyğəmbərin şəxsi həyatı, zövcələri ilə münasibətləri və evindəki qonaqların davranışlarını tənzimləyən ayələr dinin ilkin mərhələdə konkret bir şəxsin və mühitin ehtiyaclarına cavab verdiyini göstərirdi. Lakin Məhəmməd Peyğəmbərin vəfatından sonra bu lokal inanc sürətlə ekspansionist bir imperiya ideologiyasına çevrildi. 7-ci əsrə qədər bir-biri ilə qan davası aparan, dağınıq və yarım vəhşi halda yaşayan ərəb qəbilələri İslam bayrağı altında vahid bir yumruğa çevrildilər. Onları birləşdirən təkcə mənəviyyat deyil, həm də cihad adı altında vəd edilən zəngin qənimətlər və yeni torpaqlar idi. Ərəb xilafəti artıq bir ibadət mərkəzi deyil, hərbi siyasi bir maşın kimi hərəkətə keçmişdi. Səhranın məhdud imkanları içində sıxılan ərəb orduları üçün ətraf ölkələr, xüsusilə də zənginliyi ilə göz qamaşdıran Azərbaycan, İran və Bizans torpaqları əlçatmaz bir xəzinə kimi görünürdü. 7-ci əsrin ortalarında bu ordular Allahın adını yaymaq şüarı ilə yola çıxsalar da, hədəf kifayət qədər maddi idi. Səhralardan gələn istilacılar üçün Azərbaycanın münbit torpaqları, bol sulu və yaşıl meşələri əsl yer üzü cənnəti idi. Şimal-şərq və şimal-qərb istiqaməti həm ticarət yollarının kəsişmə nöqtəsi, həm də iqtisadi dayaq məntəqəsi idi. Ərəb orduları gəldikləri yerlərə təkcə yeni bir kitab gətirmədilər. Onlar özləri ilə birlikdə ağır vergi sistemini, cizyə, xərac, yad bir hüquq sistemini və ərəb şovinizmini gətirdilər. Bu sadəcə torpaqların işğalı deyil, xalqların min illik yaddaşının, dininin, atəşpərəstliyin, xristiyanlığın və mədəniyyətinin zorla sıxışdırılıb çıxarılması idi. Tarixin bu dönəmində Azərbaycan özünün ən böyük imtahanlarından biri ilə üz-üzə qaldı. Xilafətin qılıncı altında müsəlmanlaşan kütlələr əslində öz qədim kimlikləri ilə gəlmə ərəb mentaliteti arasında qalan bir transformasiyanın qurbanları oldular. Bu talancı yürüşlər regionun simasını elə dəyişdi ki, onun fəsadları əsrlər sonra belə Axundov kimi mütəfəkkirlərin qələmində bir fəryada çevriləcəkdi. Azərbaycanın İslamlaşma prosesi tarixdə çox vaxt romantikləşdirilsə də, reallıq daha sərtdir. Qılınc müsəlmanı ifadəsi yeni dini qəlbən yox, siyasi və hərbi təzyiq altında qəbul edən zümrələri ifadə edirdi. Bu sadəcə bir inanc dəyişimi deyil, min illik mədəniyyətin, dilin və adətlərin bir kənara itələnməsi bahasına baş verən bir proses idi. Qədim türk mədəniyyətində qadın sadəcə bir ailə üzvü deyil, cəmiyyətin və dövlətin sarsılmaz sütunu idi. Bizim əslimiz və kökümüz olan Hun, Göytürk və Səlcuqlu dönəmlərinə nəzər saldıqda, bugün şərq mühafizəkarlığı adı altında bizə sırınan bir çox qadağaların əslində genetik yaddaşımıza yad olduğunu görürük. Türklərin dövlətçilik ənənəsində xan tək başına fərman verə bilməzdi. Rəsmi sənədlər xan və xatun buyurur ki, ifadəsi ilə başlayırdı. Bu, qadının siyasi iradəsinin kişi ilə bərabər tutulmasının ən ali təzahürü idi. Hələ eradan əvvəl 209-174-cü illərdə yaşamış böyük Hun imperatoru Mete xanın həyat yoldaşı dövlət strategiyasında həlledici rol oynayırdı. Çin mənbələrinə görə eradan əvvəl 200-cü ildə Pincen mühasirəsində Çin imperatoru Qaozu çıxılmaz vəziyyətdə qalanda xilas yolunu məhz Mete xanın xatununa gizli hədiyyələr göndərib vasitəçilik xahiş etməkdə görmüşdü.
Xatunun diplomatik müdaxiləsi və Mehdi xanı iki böyük hökmdarın bir-birini sıxışdırmasına ehtiyac olmadığına inandırması nəticəsində mühasirə dayandırılmış və tarixin ilk Hegin sülh və qohumluq müqaviləsi imzalanmışdı. Bu sistem 10 illərlə davam etmiş, Hun xatunları isə sülhün və beynəlxalq əlaqələrin əsas tənzimləyicisinə çevrilmişdilər. Dastanlarımızda xüsusilə Kitab-ı Dədə Qorqudda gördüyümüz qadın obrazları, Banu Çiçəklər, Selcan xatunlar, Burla xatunlar, at belində ox atan, güləşən və öz həyat yoldaşını özü seçən azad fərdlər idi. Türk qadını üçün hicab və təcrid anlayışı yox idi. Onun namusu örtükdə deyil, ləyaqətində və qəhrəmanlığında axtarılırdı. Lakin 7-ci əsrdən başlayan ərəb istilası və onun gətirdiyi yeni nizam bu mənzərəni kökündən dəyişdi. İslamın ərəb təfsiri ilə birlikdə cəmiyyət hərəm, qadınlar üçün qapalı və salamlıq, kişilər üçün açıq hissələrə bölündü. İmperatorları mühasirədən qurtaran, dövlət müqavilələrinə möhür vuran türk qadını 4 divar arasında sıxışdırıldı. Türk xalqlarının estetik və rahat geyimləri, çəkmələr, kaftanlar, başlıqlar tədricən ərəb bədəvilərinin qum fırtınalarından qorunmaq üçün istifadə etdiyi qara çarşaf və niqabla əvəz olundu. Sərt şəriət qaydaları qadının şahidliyini, miras hüququnu və fərdi azadlığını məhdudlaşdırdı. Cəmiyyətin strateji tərəfdarı olan xatun, kişinin tabeçiliyində olan zəifə çevrildi. Azərbaycan maarifçilərinin Axundovdan Cəlil Məmmədquluzadəyə qədər qadın azadlığı uğrunda apardıqları mübarizə əslində bizim itirilmiş türk kimliyimizi geri qaytarmaq cəhdi idi. Onlar çarşafı, mollaları, qazıları və cahilliyi tənqid edərkən bizi əslimizə, Mehdi xanın sarayındakı o qüdrətli, ağıllı və azad ruhlu xatun kökümüzə geri çağırırdılar. Orta əsr mənbələrində qeyd olunur ki, ərəblər işğal etdikləri ərazilərdə öz dinlərini qeyri-kitab əhli və ya kafir adlandırdıqları yerli əhaliyə qılınc gücünə qəbul etdirməyə çalışır, ən qədim tək tanrılı dinin, Zərdüştlüyün, ən qədim müqəddəs kitabın, Avestanın mənəvi sahibi olan xalqımıza qarşı insanlığa sığmayan hər cür vasitə ilə zor işlədirdilər. Öz torpaqlarında ərəb ağalığına üsyan etdiyi üçün müsəlmanlar Babəki dırnaq içərisində humanist formada insanların gözü qarşısında doğrayaraq öldürdülər. Nəsimi nümayişkaranə şəkildə dərisi soyuldu. Sunbat adlı 755-ci ilə aid Zərdüşt və ya Mazdaqçı təmayüllü üsyançı müsəlmanlar tərəfindən asıldı. 60 minə yaxın tərəfdaşı qətlə yetirildi. Çünki onlar ərəb işğalına yeni dinin zorla qəbul etdirilməsinə qarşı idilər. Abbasilər dövründə və ondan əvvəl İslamlaşmaya və ərəb hökmranlığına qarşı çıxan, xüsusilə zərdüştlük və ya öz qədim ənənələrinə bağlı üsyançılar tez-tez amansızcasına edam edilirdi. Bu, qorxu salmaq və üsyanları boğmaq üçün şou xarakteri daşıyırdı. Halbuki Zərdüştün müvəhhid və təkallahlı olmasını Məhəmməd Peyğəmbərin mənəvi varisi və İslamın ilk imamlarından biri Əli ibn Əbu Talib, ondan sonra Hüzeyfə, Səid ibn Müsəyyib və başqaları qəbul etmişdilər. Həzrəti Əlidən məcusilər, yəni Zərdüştilər haqqında soruşulduqda isə o belə cavab vermişdi. Onlara toxunmayın, onlara kitab və Peyğəmbər göndərilmişdi. Azərbaycan xalqının ta qədimdən sülhsevər və humanist olduğunu hətta ərəb tarixçiləri də etiraf ediblər. İbn Ən-Nədim yazır, Hürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi. Onlar bütün bunların nə olduğunu bilmirdilər. Azərbaycan xalqına məxsus qədim məbədlər dağıdılır və ya xristiyanlara, məsələn, ermənilərə peşkəş olunurdu. Bundan əlavə bütün dini fəlsəfi, elmi kitablar Quranda yoxdursa küfürdür iddiası ilə yandırılır, qiymətli incəsənət əsərləri xilafət paytaxtına daşınır, alimlər əsir aparılır, ruhani ustadlar öldürülür, təbii sərvətlər, həmçinin əhalinin mal-mülkü qarət olunurdu. Görkəmli tarixçi akademik Ziya Bünyadov Azərbaycan 7-9-cu əsrlərdə adlı əsərində dövrün tarixçilərinə istinadən yazır. Ərəblər yerli əhalini sürətlə müsəlmanlaşdırmaq üçün İslamı, ərəb dili və digər adət ənənələrini qəbul etməyənlərin üzərinə olduqca ağır vergilər qoyurdular.
Bu vergidən can qurtarmaq üçün əksər adamlar üzdə özlərini bu şərtləri qəbul edən kimi göstərir, hətta özlərinə ərəb adları götürməyə məcbur olurdular. Beləliklə, məlum olur ki, İslam dinini əlində bayraq edən ərəblər öz ideologiyalarını yeritmək, maddi sərvətlər əldə etmək, münbit torpaqları işğal etmək üçün bu torpaqlarda yaşayan yüz minlərlə insanı öldürmüş, ölkəmizi xaraba qoymuşdular. Böyük mütəfəkkir Mirzə Fətəli Axundov bu prosesi belə ifadə edib: Ərəblər bizim 1000 illik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıb. Bir əsrdən artıq davam edən azadlıq hərəkatının son 22 ilində Babək zəruri atributlara malik qüdrətli dövlət yaratmışdı. Bu dövlətin silahlı qüvvələrə başçılıq edən hərbi komandanlığı, Ali Şurası, dövlət xəzinəsi, bayrağı, gerbi, ölkənin əyalətlərində mərkəzə bağlı idarəçilik strukturu, ehtiyat silah və azuqə bazaları və s. atributları olub. Akademik Ziya Bünyadov yazırdı: Babək Hürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq Azərbaycanda İslama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştlük və məzdəkilik ilə bağlı qayda-qanunların bərpasına can atmışdı. Babək Hürrəmi sadə insanları dövlətin vilayət və şəhərlərinə hakim təyin edir, başqa dövlətlərlə müqavilələr bağlayır və səfir göndərirdi. Azərbaycan paytaxtında Babəkin Bəz şəhərindəki sarayında isə Rum İmperatorluğunun səfiri yaşayırdı. Babək bəşər tarixində sosial bərabərlik və azadlıq ideyalarının ilk carçısı, özünün hakimiyyəti dövründə bu ideyanı gerçəkləşdirən şəxsiyyət oldu. Məhz bütün xalqın bərabər şəkildə yaşadığı, hər şeyin ümumxalq mülkiyyəti sayıldığı bir cəmiyyət quruluşunu, sosial ədalətə söykənən dövlət sistemini ərəblər anlamadığı üçün Hürrəmilərdə arvadlar da ümumidir deyən böhtan yazırdılar. Güya onlar bütün vaxtlarını şən musiqi altında yeyib içməklə, gülüb oynamaqla keçirirmişlər. Əbu Müzəffər İsfərani yazır ki, hər iki cinsdən olan Babəkilər ildə bir gecə o dağda musiqi və mey məclisinə toplaşıb pozğun işlər görərdilər. Əslində isə bu, ərəb tarixçisinin dediyi gecə haqqında yəqin ki, heç bir məlumatı olmadığı xalqımızın Tanrıya həsr olunan ən müqəddəs bayramı Novruz gecəsidir. Bu iftiralarla bağlı görkəmli tarixçi Akademik Ziya Bünyadov yazır: 20 ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başı pozuq bir kütlə kimi qələmə vermək mümkün deyil. Mirzə Fətəli Axundov yazırdı: Daha yaxşı olar ki, ərəb əlifbasını ləğv edək, Avropa yazı üsuluna keçək, yəni soldan sağa yazaq, nöqtələri işarətləməyək. Latın yazısında olduğu kimi əlifbaya sait səslər üçün hərflər də daxil edək. Mənim belə təklifim İstanbul alimlərinin və vəzirlərinin xoşuna gəlmədi və mən öz məqsədimə nail olmayaraq mükafat olaraq Məcidiyyə ordeni alıb geri qayıtdım. Azərbaycanın bugünkü modern dünyavi siması təkcə fərdlərin deyil, əsrlərlə davam edən böyük bir ideoloji mübarizənin məhsuludur. Bu yol Babəkin azadlıq fəryadı ilə başlasa da, 19-cu əsrdə Mirzə Fətəli Axundovun tənqidi təfəkkürü, Həsən bəy Zərdabinin əkinçi ilə əkdiyi maarifçilik toxumları, Cəlil Məmmədquluzadənin acı satirası və Mirzə Ələkbər Sabirin hop-hopnaməsi ilə sarsılmaz bir cəbhəyə çevrildi. Onlar cəmiyyətə daxildən gəmirən xurafata və cəhalətə qarşı qələmləri ilə döyüşərək milli oyanışın mənəvi təməllərini qoydular. Lakin bu mənəvi mübarizənin kütləvi bir zəfərə çevrilməsi 20-ci əsrin payına düşdü. Cəmi 100 il əvvəl qız uşaqlarının məktəbə getməsinin günah sayıldığı, qadının cəmiyyətdən tamamilə təcrid olunduğu bir mühitdə Sovet sisteminin gətirdiyi savadlılıq kampaniyası radikal bir dönüş nöqtəsi oldu. 1910-cu illərdə cəmi 10-15% olan savadlılıq səviyyəsi bir neçə 10 illik ərzində demək olar ki 100%-ə çatdırıldı. Bu, sadəcə yazıb oxumağı öyrənmək deyil, qadınlarımızın 4 divar arasından çıxıb universitet kürsülərinə, laboratoriyalara və idarəçiliyə gəlməsi demək idi. İstənilən din bir coğrafiyadan digərinə keçəndə həmin yerin mədəni kodları ilə toqquşur. Problem ondadır ki, əsrlər boyu ərəb adət-ənənələri, geyim, hüquq, ailə modeli, din adı altında bizə təqdim olunub. Müasir bir vətəndaş üçün bu iki anlayışı ayırmaq inkişafın təməl şərtidir.
İslamın özəyi, əxlaq, dürüstlük, mənəviyyat universal ola bilər. Lakin onun 7-ci əsr ərəb bədəvi həyatından qaynaqlanan elementləri lokal və keçicidir. Çarşaf və ya əba ərəb səhrasının iqlim şərtinə uyğun olan bir geyim idi, ilahi bir zərurət deyil. 7-ci əsr qəbilə qanunlarını, məsələn qisas, miras bölgüsü, 21-ci əsrin konstitusiyon hüququna tətbiq etmək radikallaşmaya qapı açır. İslamı qəbul etmək ərəbləşmək deyil. Türk və ya Azərbaycanlı müsəlman öz milli rəqsləri, musiqisi və estetikası ilə inancını yaşaya bilməlidir. Əgər bir cəmiyyət öz din adamını xaricdə, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və s. yetişdirirsə, həmin şəxs ölkəyə qaydanda sadəcə dini deyil, o ölkənin siyasi və mədəni maraqlarını da gətirir. Azərbaycanın öz yerli, dünyəvi təhsilli, tarixi və fəlsəfəni dərindən bilən ilahiyyatçıları olmalıdır. Onlar dini bizim milli maraqlarımıza və dövlətçilik ənənəmizə zidd olmayacaq şəkildə izah etməlidirlər. Duaların, moizələrin və dini təhsilin tamamilə doğma dildə olması vacibdir. Anlamadığı dildə ibadət edən insan asanlıqla manipulyasiyaya məruz qalır. Xristianlıq 16-cı əsrdə Martin Luther'in rəhbərliyi ilə reformasiya keçərək kilsənin siyasi gücünü sarsıtdı və elmin önünü açdı. İslam dünyası da bənzər bir dəyişiklik prosesinə möhtacdır. Quranın bəzi ayələrinin konkret bir hadisəyə və dövrə aid olduğunu qəbul etmək müasirləşmənin ilk addımıdır. Orta əsr müsəlman mütəfəkkirləri, məsələn, Mötəzilə məktəbi deyirdilər ki, əgər ağıl ilə nəql toqquşarsa, ağıl əsas götürülməlidir. Bu prinsipin bərpası radikalizmin qarşısını alan ən böyük sipərdir. İslamın ilk əmri oxu olsa da, bugün müsəlman dünyasının ən böyük problemi oxumamaqdır. Öz kitabını oxumayan insan dini hər hansı bir radikal moizəçinin dilindən eşidir və onu mütləq həqiqət sanır. İnanc tənqiddən qorxmamalıdır. Dini tənqidi təhqir kimi qəbul edib təhdidə əl atan şəxs əslində öz inancının zəifliyini və savadsızlığını nümayiş etdirir. Modern müsəlman argumentə argumentlə cavab verən dözümlü insandır. İslama inanan vətəndaşlarımız başa düşməlidirlər ki, vətən sevgisi və milli kimlik inancdan üstün yox, onun sığındığı limandır. Din fərdin vicdan işidir, lakin milli kimlik bir millətin varlıq mübarizəsidir. Azərbaycanın gələcəyi nə dinin tamamilə inkarında, nə də ərəb-fars bataqlığında boğulmasındadır. Bizim yolumuz milli köklərimizə bağlı, dünyəvi təhsilli və inancını vicdan azadlığı çərçivəsində digərlərinə təzyiq etmədən yaşayan fərdlərin birliyidir. Bugün qarşımızda tək bir sual var. Biz Axundovun təsvir etdiyi gözü bağlı şəkildə eyni dairəni vuran dəyirman atları kimi keçmişin xurafatına yenidən qaydacağıq, yoxsa Zərdabi və Mirzə Cəlillərin bizə miras qoyduğu elm və tərəqqi yolunu davam etdirəcəyik? Unutmamalıyıq ki, millətlər yalnız keçmişi ilə qürur duyduqları zaman deyil, həmin keçmişdən aldıqları dərslərlə gələcəyi işıqlandırdıqları zaman böyük olurlar. Çarşafın kölgəsindən və cəhalətin qaranlığından elmin işığına çıxan bu yol bizim ən böyük tarixi qələbəmizdir. Bu qələbəni qorumaq isə öz tariximizi qərəzsiz dərk edən hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Çünki əsl azadlıq qaranlığın içində bir daha heç vaxt sönməyəcək maarifçilik məşəlini daşımaqdır. Bu mövzuda bizimlə sona qədər qaldığınız və sona qədər izlədiyiniz üçün təşəkkürlər.